Belki de sen qadın deyilsən. Sadəcə qadın rolunu oynayırsan. Çünki qadın olmaq, makyaj etmək, estetik və yaxud da mükəmməl görmək deyil. Qadın olmaq daxilindəki ilahi enerjini yaşamaqdır. Amma sən çox güman ki, çoxdandır ki, bu enerjidən uzaqsan. Sən hər şeyi nəzarətdə saxlayırsan, sən hər kəs üçün varsan və hər kəsin yükünü daşıyırsan. Və bəlkə də heç kəs bilmədən içində yavaş-yavaş yorulursan, qırılırsan. Qadın enerjin bloklananda bədən susmur, hormonların pozulur. Qalxan var vəzin, səssizcə yorulmağa başlar. Sikl pozunluğun, çəki artımın, dəridə solğunluq, libidonun azalması, yuxu pozğunluğu, ruhun sakitcə, səssizcə yorulur. Və sadəcə məni eşit deyir. Çünki hormonlar sadəcə fiziki sistem deyil. Onlar sənin içindəki qadın enerjinin biofiziki aynasıdır. Qadın enerjisi axandır. Axanda sikl düzənə girir, çəki balanslaşır, emosiyalar sabitləşir, bədən öz şəfasını tapır. Yalnız dərmanla deyil, yalnız analiz verməklə deyil, ruhunla yenidən əlaqəyə girərək, özünü qorumağa deyil, qəbul olunmağa icazə verərək, mən dəyərliyəm inancını bərpa edərək, öz bədənini sevərək, şuur altını təmizləyərək başlamaq olar. Mən Leyla Əliyeva sizə bu sahədə Access Bars, Tetra Healing və kvant terapiyaları ilə içinizdəki qadın enerjisini oyatmaq üçün buradayam. Qadın, indi özünə dönmək zamanıdır. Profilimdəki linklə əlaqə saxlayaraq öz qadınlığınıza xoş gəlmisən deyərək bugündən başlaya bilərsiniz. Hələlik.